Hamımız bir şəlalənin gücünü görmüşük, hiss etmişik. Amma heç düşünmüsünüzmü ki, əslində eyni o prinsip, yəni sadəcə bir hündürlük fərqi, telefonunuzu doldurur, şəhərlərimizi işıqlandırır. Bəli, bugün biz məhz o görünməz qüvvədən danışacağıq, potensiallar fərqindən. Yəqin hamımızın uşaqlıqdan bəri verdiyi bir sual var. Bu quşlar necə olur ki, yüksək gərginlikli elektrik xətlərinin üstündə rahatca oturur, amma onları cərəyan vurmursa? Bax, bu sualın cavabı əslində elektrikin ən təməl qanunlarından birini açır. Və inanın, cavab heç də qəliz deyil. Əslində bu qüvvə hər an, hər yerdədir. Batareyanın içində doğdu, göydə çaxan, ildırımda da. Və bugün biz bu qüvvənin pərdə arxasına keçəcəyik. Onun necə işlədiyini çox sadə, amma çox güclü bir bənzətmə ilə başa düşəcəyik. Yaxşı, başlayaq birinci hissəmizə, elektrik şəlaləsi. Gəlin belə edək, bu görünməyən qüvvəni gözümüzün önünə gətirək. Bir anlıq bütün o mürəkkəb fizika terminlərini unudun, gəlin təbiətdən ilham alaq. Gözünüzün önünə hündür zirvələri, dərin dərələri olan bir dağ mənzərəsi gətirin. Sadəcə bunu təsəvvür edin. Bax, bu gördüyünüz mənzərə elektrik yüklərinin dünyasını anlamaq üçün bizim ən yaxşı bələdçimiz olacaq. Deməli, potensiallar fərqi texniki olaraq budur. Amma gəlin bunu öz bənzətməmizlə izah edək. Bu, sadəcə dağın zirvəsi ilə ətəyi arasındakı hündürlük fərqi deməkdir. Zirvə bizim üçün yüksək potensialdır, dərə isə təbii ki, aşağı potensial. Bəli, məntiq eynidir. Necə ki, su həmişə yuxarıdan aşağıya doğru axır, elektrik yükləri də həmişə yüksək potensialdan aşağı potensiala doğru hərəkət edir. Deməli, cəryan üçün bizə nə lazımdır? Sadəcə bir elektrik enişi. Bu eniş, yəni potensiallar fərqi yoxdursa, cəryan da yoxdur. Eyni ilə dümdüz bir yerdə suyun hərəkət etmədiyi kimi. Və biz bu elektrik hündürlüyünü voltla ölçürük. Bu adda təsadüfi deyil əlbəttə. Batareyanı kəşf edən, yəni bizə kiçik, daşına bilən elektrik şəlalələri yaratmaq imkanı verən böyük alim Alessandro Volta'nın şərəfinədir. Keçək ikinci hissəyə, səbəb və nəticə. İndi çox vacib bir məqama toxunacağıq. Çox vaxt bir-birinə qarışdırılan iki anlayış var. EHQ, yəni elektrik hərəkət qüvvəsi və potensiallar fərqi. Yadınızda saxlayın, bunlardan biri səbəbdir, o biri isə onun nəticəsi. Baxın, bu çox sadədir. EHQ, yəni elektrik hərəkət qüvvəsi, o elektrik enişini yaradan gücdür. Məsələn, batareyanın içindəki kimyəvi reaksiya, bax o EHQ-dür. Potensiallar fərqi isə artıq yaranmış olan həmin enişin özüdür, yəni nəticədir. Belə düşünün, biri mühərrikdir, digəri isə o mühərrikin yaratdığı hərəkətdir. Bu cümlə hər şeyi çox gözəl yekunlaşdırır, elə deyilmi? EHQ səbəbdir, potensiallar fərqi isə nəticə. Bu qədər bəsit. Və gəldik üçüncü hissəmizə. Görünməzi necə görə bilərik? Yaxşı, bütün bu nəzəriyyə əladır. Amma real həyatda necə? Biz bu görünməz qüvvəni necə ölçürük? Ümumiyyətlə, onu necə yaradırıq? Bu elektrik hündürlüyü fərqini, yəni gərginliyi ölçmək üçün voltmetr deyilən bir cihaz var. Onu dövrədə ölçmək istədiyiniz iki nöqtəyə paralel qoşursunuz. Niyə? Çünki məqsəd o iki nöqtə arasındakı fərqi tapmaqdır. Təsəvvür edin ki, bir su borusunun iki nöqtəsi arasındakı təzyiq fərqini ölçürsünüz. Məntiq eynidir. Amma bu işin zarafatı yoxdur. Söhbət yüksək potensiallar fərqindən gedəndə, yəni çox hündür bir elektrik şəlaləsi ilə işləyəndə, bu həqiqətən də ölümcül ola bilər. Ona görə də bu sahənin peşəkarları təhlükəsizliyə son dərəcə ciddi yanaşırlar. Peşəkarlar heç vaxt şansa güvənmirlər. Onların qızıl qaydası var. 3 mərhələli yoxlama. Əvvəlcə gözlə bax, hər şeyin qaydasında olduğundan əmin ol. Sonra təmassız cihazla ilkin yoxlama apar və yalnız bundan sonra təsdiqlənmiş avadanlıqla dəqiq ölçmə apar. Təhlükəsizlik hər şeydən önəmlidir. Yaxşı, bəs biz özümüz belə bir yüksək potensialı necə yarada bilərik? Bax, bu Van de Graaff generatorudur. Bu cihaz sadəcə bir lent vasitəsilə metal kürəyə dayanmadan elektrik yükü daşıyır və nəticədə milyonlarla voltluq bir potensiallar fərqi yaradır. Başqa sözlə, bu maşın balaca süni bir ildırım yaradır. Statik elektrikin əsil şahəsəri. Bu yaranan potensial o qədər güclü olur ki, ətrafındakı havanın molekullarını iyonlaşdırır və həqiqi bir hava axını yaradır. Buna elektrik küləyi deyirlər və bu Franklin çarxı da məhz o görünməz küləyin gücü ilə fırlanır. Fantastik deyilmi?
Və gəldik sonuncu hissəyə. Quşlardan kristallara. Artıq kifayət qədər məlumatımız var. Gəlin ən başdakı o tapmacaya geri dönək. O quşu yüksək gərginlikli naqilin üstündə niyə cəryan vurmurdu? Cavab əslində çox sadədir. Quşun iki ayağı da naqilin üstündədir, yəni demək olar ki, eyni potensialdadılar. Aralarında bir hündürlük fərqi yoxdur. Cəryan isə axmaq deyil, o həmişə ən asan yolu seçir. Quşun bədənindən keçmək əvəzinə elə naqilin özü ilə axmağa davam edir. Bəs niyə bəzi ölkələrdə 110, bəzilərində 220 volt istifadə olunur? O da tamamilə tarixi bir məsələdir. Fərqli zamanlarda, fərqli texnologiyalar üçün fərqli standartlar daha sərfəli olub. Ancaq bu qüvvənin hekayəsi təkcə naqillərlə bitmir. İndi sizə daha da təəccüblü bir şey deyəcəm. Bu qüvvəni sadəcə bir kristalı sıxmaqla da yaratmaq olar. Bəli, düz eşitdiniz, adi bir daş parçasını. Buna piezoelektrik effekti deyirlər və bu, doğrudan da təbiətin möcüzələrindən biridir. Siz kvars kimi bəzi kristallara təzyiq göstərəndə, yəni onları sıxanda, onların daxili quruluşu dəyişir. Müsbət və mənfi yüklər sanki yer dəyişir və nəticədə kristalın iki yüzü arasında bir gərginlik, yəni potensiallar fərqi yaranır. Başqa sözlə, siz mexaniki gücü birbaşa elektrikə çevirirsiniz. Və bu heç də zəif bir effekt deyil ha. Rəqəmə bir baxın, santimetrə 30.000 volt. Mətbəxdə istifadə etdiyiniz qaz alışqanının düyməsini basanda çıxan o çax səsi var ha, həmin o qığılcımı məhz bu effekt yaradır. Və ya mikrofonlar, səsinizi elektrik siqnalına çevirən də, ultrasəs cihazlarında o görüntünü yaradan da məhz bu möcüzəvi effektdir. Gördüyünüz kimi, potensiallar fərqi bizim dünyamızı formalaşdıran, amma çox vaxt heç fərqinə belə varmadığımız o möhtəşəm görünməz qüvvələrdən sadəcə biridir. Quşlardan tutmuş kristallara qədər bu elektrik şəlaləsi həyatımızın hər anında, hər yerindədir və bu insanı düşündürür. Ətrafımızda daha neçə belə görünməz qüvvə var ki, biz hələ onları kəşf etməyə gözləyirik.